Salam Rayam Laşafşorun kanalının izləyiciləri, əziz müştərimiz, bu günləri sizə axtardığınız mənzili göstərəcəm inşallah. Bu qonaq otağımız. Bir yataq otağı, ikinci yataq otağı, mətbəximiz, hamısının çöldən pəncərəsi var. Bazara gələn müştərilərin 3 otaqlı axtaran, büdcəsi az olan 3 otaqlı axtaran mənzilimiz, bu da əziz müştərimiz. Deməli, qapıdan girən kimi sağda böyük paltar şkafımız var. Mənzildə gördüyünüz bütün əşyalar qalacaq. Mənzilimizin giriş qapısı dəyişilib, seyf qapı qoyulub. Bu qonaq otağımızın, qonaq otağında da gördüyünüz bütün əşyalar, elektrik avadanlıqları qalacaq. Qonaq otağında belə bir arka düzəlib, istəsəz bağlaya bilərsiniz. İndi isə keçirik. Mətbəximizə bu mətbəximizdir. Mənzilimizin sənədləri tam qaydasındadır. Qubça var, qubça hal-hazırda əlimizdədir. Mətbəxindən balkon var. 2 balkon olub, biri hal-hazırda qalıb, o biri isə qonaq otağından olub, qonaq otağına qarışılıb. İndi isə keçirik yataq otağına. Mənzilimizin suyu, işığı, mərkəzləşmiş istilik sistemi, sənədləri tam qaydasında, qubça var. Qubça əlimizdə, bu otaq uşaqlar üçün nəzərdə tutulub. İndi isə keçirik yataq otağına. Bu da yataq otaqdır. Yataq otağında da gördüyünüz bütün əşyalarımız qalacaq. Əşyalarımız da gördüyünüz kimi bahalı əşyalardır. Şəhərcilikdə məktəb bağça fəaliyyət göstərir. Mənzilimiz şəhərciyin məktəbinin küçəsində yerləşir. Məktəblə də ara məsafəsi 50 metr olar. Bu da sanitar qovşağımızda. Kanalımıza abunə olun ki, növbəti mənzillərimizi görə biləsiniz. Sağ olun.